Və niyə Ukraynada təhsil almaq rahatdır? Bu dəqiqə ən çox düşündürən məsələ budur. Ona görə ki... Niyə başqa ölkələr yox, məhz Ukrayna məsələn? Çünki Ukraynada təhsil hal-hazırda onlayndır və onlayn o demək deyil ki, distant təhsildir. Adı qiyabi və ya əyani təhsildir. Yəni tələbə həm qiyabi şəkildə, həm də əyani şəkildə təhsil alır. Amma bu distant təhsil deyil. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, diplomlar Azərbaycanda təsdiq olunur. Çünki qarşılıqlı razılaşma ilə onlayn təhsil davam edir. Yəni bəzi universitetlər var ki, mən adlarını çəkməyəcəm. Bu Türkiyədədir, yəni qəbul edirlər onlayn təhsil alı tələbə, amma təsdiqlər olsun ki, o universitetlər Azərbaycanda təsdiq olunmur. Ukraynada onlayn... Xəbərsizdirlər bundan. Bəli, bundan xəbərsizdirlər, yəni təsdiqlər olsun ki, bunu edirlər, yəni bu heç də düzgün deyil. Ona görə mən demək istəyirəm ki, Ukraynada onlayn təhsilin səbəbi müharibədir. O da ki, yəni inşallah tez bir zamanda bitər. Əlbəttə ki, müharibə yaxşı bir şey deyil, amma bu bir fürsətdir. Yəni tələbələr üçün hansı ki, asan qəbul olurlar, getmədən qəbul olurlar və imtahanları onlayn şəkildə verirlər, getmədən heç bir ölkəyə, xaricə çıxmadan, evində oturaraq qəbul olur və imtahanlarını verir. Bu bir fürsətdir, məncə bunu dəyərləndirmək lazımdır. Hətta qeydiyyata belə onlayn şəkildə düşmək olur dediniz. Bəli. Yəni gəlməyə bölgələrdən ehtiyac yoxdur. Bizim məsələn tələbələrimiz var ki, 2 il pandemiya dövründə onlayn oxuyublar və 1 ildə müharibə dövründə onlayn oxuyublar. Hal-hazırda hamısı diplomlarını təsdiq edib. Yəni bundan asan nə ola bilər ki? İş tapıblar rahat bir şəkildə. Əlbəttə ki, təsdiq edəndən sonra o deməkdir ki, artıq elə bil Azərbaycan diplomunu siz əldə etmisiniz. İxtisasınız üzrə əlbəttə ki, iş tapa bilərsiniz. Əgər savadınız varsa əlbəttə. Ən çox tələbə şəhərləri